Değerli şagirdlər, 102-də bizdən soruşur ki, alfanı tapın. Alfanın dərəcə ölçüsü bizə lazımdır. Burada deməli daha sadə dillə baxsaq, baxın bu ifadəni uzadıram. Bax bu ifadəni. Burada bir qarşılıqlı bucaq yaradırıq. Düzdür? 20-nin qarşısında 20 olacaqmı? Bəs qonşusu nə qədər olacaq? 160. 160 bu ifadə, bu ifadə. Xarici bucaqlar hamısını toplayıram. Bərabər edirəm 360-a. Vəssalam. 2 alfa, 2 alfa, 4 alfa. Bu bizə verir 130, bu da 30. 160 bərabərdir 360. 4 alfa bərabərdir 360-dan 160-ı çıxıram. 4 alfa burada eləyir 200. Alfa da olacaq 50 dərəcə.